Mircəlanın Vətən Yaraları əsərinə əsasən doğru fikirdir. Övladlarını birgə cəbhəyə yola salan analar onlar üçün bağlama hazırlayırlar. Yox, burada analar birgə yola salmamışlar. Çünki biri qonşu kənddən idi, Tolayır kəndindən. Bir yola salmamışlar. Lətifin anası niyyətinin düz çıxmasına görə sevinir. Bu Lətifin anası deyildi. Bu o hadisəni nəql edən Səhra xəstəxanasında olan əsgərin anasıydı. Deyir ki, niyyətim düz çıxdı. Allah düz adamın niyyətinə görə verər. Bunu əsgərin anası deyir. Müharibəyə olan nifrəti geniş müharibə səhnələrində daha qabarıq əks etdirilir. Burada geniş müharibə səhnələri yoxdur. Təkkəçi əsgər cəbhəyə qayıdarkən dostlarının hər ikisinin eyni döyüşdə yaralanması xəbərini alır. Xeyr, eyni döyüşdə yox. Komandirin köməkçisi olan əsgər, yəni Nəsrəddin, xalq musiqisi alətində ifa etməyi dostuna tapşırır. Bəli, komandirin köməkçisi Nəsrəddin idi. Deyir ki, get bir-iki gün bizdə qal. Tarımı götür, tozunu sil. Bir çağırtıya başla. Deyir, mən burada onun səsini eşidəcəyəm. Cavab elə,